Azərbaycanda adamın enerjisinin 90%-i özün qorumağa gedir. Təsəvvür et, tezdən yuxudan durursan, axşamda görürsən sən yorulmuşsan. Niyə yorulmuşsan? Baxırsan ki, işin gücün ancaq özün qorumaq olur. Xalqdan qoru, dövlətdən qoru, nə bilim, maşından qoru, oradan qoru, pis adamlardan qoru. Və belə özünü qoruya, görürsən ki, yorulmuşsan, gözlərin axır. Bizdə hamı özünü bir-birindən qoruyur. Hamı bir-birinin acığına yaşayan ölkənin adamlarıyıq. Adamlar hamı bir-birinin acığına yaşayır ölkə. Bir-birinin acığına ərə gedirlər, bir-birinin acığına ceyiz verirlər, bir-birinin acığına maşın alırlar, bir-birinin acığına maşın dəyişirlər, bir-birinin acığına ev alırlar. Və bir-birinin acığına yaşayan ölkədə, adamların ölkəsində adam yorular.